Bu xəstəlik menopauza sonrası qadınlarda olur. Osteoporoz qadınlarda xüsusən də menopauza sonrası dövrdə daha çox müşahidə olunur. Qadınlarda hormonal səbəblər ön planda olsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi faktorları əsas rol oynayır. Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini baş həkim Nizami Məmmədov səhiyyə.gov.az saytına müsahibə verərkən deyib. Mütəxəssis bildirib ki, osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik xəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərin miqdarı azalır, həm də onun mikroarxitekturası pozulur. Nəticədə sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq baş verir. Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə osteoporoz sistemli sümük xəstəliyi olub. Əsas klinik əlaməti az travmalı və ya heç travma olmadan baş verən sınıqlardır. Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptom verməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gec mərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də osteoporoz tez-tez səssiz epidemiya adlandırılır deyə Nizami Məmmədov vurğulayıb. Xatırladaq ki, 1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd olunur. Bu pəhriz cinsi funksiyanı yaxşılaşdırır. Yeni sistematik baxış və meta-analiz nəticəsində məlum olub ki, sağlam, xüsusilə də iltihab əleyhinə təsirə malik aralıq dənizi pəhrizi çanaq dibi disfunksiyası və seksual pozuntuların qarşısının alınmasında mühüm rol oynayır. Frontiers in Nutrition jurnalında dərc olunmuş tədqiqatda 31 elmi işin nəticələri təhlil olunub. Tədqiqat nəticələri göstərib ki, aralıq dənizi və digər iltihab əleyhinə pəhrizlər seksual funksiyanın yaxşılaşması və sidik qaçırma əlamətlərinin azalması ilə əlaqəlidir. Həmçinin bildirilib ki, sağlam pəhrizlərin təsiri xüsusilə metabolik sindromu olan şəxslərdə daha güclü olur. Əldə olunan nəticələr həkimlərin çanaq dibi disfunksiyasından əziyyət çəkən insanlara dietoloji məsləhətlər verməsini zəruri edir. Ağır xəstələr həkim nəzarəti ilə həyatına son verilə biləcək. Uruqvay Senatı Latın Amerikasında ilk dəfə evtanaziyanı qanuniləşdirib. 31 senator iştirak etdiyi iclasda 20-si əleyhinə səs verib. Qanuna görə psixi sağlam yetkin şəxslər sağalmayan terminal xəstəliyi olanlar həkim nəzarəti ilə həyatına son verə biləcək. Uruqvay sosial-liberal qanunları ilə tanınır. Ölkədə marihuana, eyni cinsli nikahlar və abortlar qanuniləşdirilib. 10 saat davam edən debatlardan sonra qanun qəbul olunub, bəzi iştirakçılar isə qatil qışqırıqları ilə etiraz edib. Senator Patricia Kramer bildirib ki, ictimai rəy bizdən bununla məşğul olmağı tələb edir. Sorğuya əsasən Uruqvaylıların 60%-i evtanaziyanı dəstəkləyir. Ən böyük müqavimət isə Katolik kilsəsindən gəlib. Qanuna əsasən evtanaziya etmək istəyənlər şəxsi yazılı müraciət təqdim edəcək və ölüm prosesi ağrısız, sakit həyata keçiriləcək. Uruqvay Latın Amerikasında qanunla evtanaziyanı təsdiqləyən ilk ölkədir. Kolumbiya və Ekvador isə bu praktikayı yalnız cinayət saymamaqla qəbul edib. Xatırladaq ki, evtanaziya Belçika, Niderland, Lüksemburq, İspaniya, Kanada, Kolumbiya və Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qanunidir. Menopauza sonrası qadınlarda quru göz riski artır. Amerika Birləşmiş Ştatlarının aparıcı tədqiqatçılarından ibarət bir qrup alim menopauza sonrası qadınlarda quru göz xəstəliyi riskinin artdığını aşkar edib. 3500-dən çox qadının üzərində aparılan araşdırmada menopauza sonrası qadınlarda quru göz hallarının daha çox olduğu müəyyən olunub. Tədqiqat anket ilə həyata keçirilib və nəticələr göstərib ki, menopauza sonrası qadınların 57,4%-də quru göz əlamətləri müşahidə olunub. Premenopauza dövründə isə bu göstərici 53,2% təşkil edib. Nəticə olaraq araşdırma menopauza sonrası qadınların göz səthindəki qatların zədələnməyə daha meylli olduğu göstərir. Ekspertlər bildirir ki, qadın xəstələrə bu dövrdə quru göz riski barədə məlumat verilməli və vaxtında diaqnostika aparılmalıdır. Araşdırma newsmedical.net saytında dərc olunub və Amerika Birləşmiş Ştatlarındakı The Menopause Society tədqiqatçıları tərəfindən aparılıb. Bu tədqiqat menopauza dövründə yalnız hormonal dəyişikliklər deyil, eyni zamanda göz sağlamlığının da ciddi nəzarət tələb etdiyini vurğulayır.
Reseptdə dərman əvəzinə istirahət yazılır. İsveçin Milli Turizm Agentliyi sağlamlıq və xoş əhvalı təşviq etmək məqsədi ilə İsveç Resepti adlı yeni proqram həyata keçirilib. Bu təşəbbüs imkan verir ki, həkimlər öz pasiyentlərinə dərman yerinə səyahət tövsiyə etsin. Proqram Karolinska Universitetinin araşdırmalarına əsaslanır və təbiət vasitəsilə terapiya üsullarını əhatə edir. Bunlara meşə gəzintiləri, soyuq suda çimmək, saunaya getmək və ulduzları izləmək kimi fəaliyyətlər daxildir. Məqsəd insanın təbiətlə təmasda olaraq stress, depressiya və ümumi yorğunluq kimi problemlərinin qarşısını almaqdır. İstifadəçilər resepti proqramın rəsmi saytından yükləyərək həkimlərinə imzalatdıra bilər. Bu səyahətlər sığorta tərəfindən ödənilmir. Layihənin əsas ideyası müalicədən əvvəl sağlamlığın qorunması, yəni profilaktikadır. İsveç hökuməti bu yolla təbiəti sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevirməyi hədəfləyir. Gözəllik salonunda baş yumaq insult riskini yaradır. Həkimlər nadir, lakin təhlükəli hal olan gözəllik salonunda insult sindromu barədə xəbərdarlıq edib. Bu sindrom baş yuyulan zaman boynun uzun müddət arxaya əyilmiş vəziyyətdə qalması nəticəsində yaranır. Bu vəziyyət boyun fəqərələri arasında keçən və beynin qidalanmasını təmin edən onurğa arteriyalarının sıxılmasına və ya zədələnməsinə səbəb olur. Nəticədə insult və digər ağır fəsadlar baş verə bilər. Tibbi nəşrlərin son 48 il üzrə icmalına əsasən ümumilikdə 54 belə hal qeydə alınıb. Bu hallardan 42-si gözəllik salonlarında, 8-i isə stomatoloji prosedurlar zamanı baş verib. Həkimlər bildirib ki, baş yuyulan zaman boynun altında dəstək, məsələn, yastıq və ya bükülmüş dəsmal olmalıdır. Bu, boynun həddindən artıq arxaya əyilməsinin qarşısını alır. Əgər prosedur zamanı narahatlıq və ya ağrı hiss olunarsa, dərhal salonda çalışan mütəxəssisə bildirməlidir. Vaxtında müdaxilə ciddi nəticələrin qarşısını ala bilər.